Azerbaycan Respublikası Prezidentinin salahiyetlerini hayata geçirerken Azerbaycan Respublikası'nın konstitusiyasına emel edeceğime, devletin müstakilliğini ve arazi bütünlüğünü koruyacağıma, halka layıkıyla hizmet edeceğime and içirem. Elimi Kur'an-ı Şerif'e basarak and içirem. Azerbaycan halkının əsrlər boyu yarattığı milli manevi değerlere ve ənənələrə sadık kalacağım, onları daim uca tutacağım. 31 oktyabr 2003 il İlham Əliyev bir neçə dəqiqə əvvəl and içdi və indi o artıq Azərbaycan Respublikasının prezidenti kimi ilk müsahibəsini verir. Artıq həyatımın növbəti və elə bir ki sonuncu mərhələsi başlanır. Çünki bu vəzifədən yuxarı vəzifə yoxdur. Bu elə bir ki zirvədir. Həmin andan etibarən Azərbaycan vətəndaşı İlham Əliyevin hər bir hərəkətinə, hər qərarına, hər cümləsi və sözünə qiymət verirdi. Çünki İlham Əliyev onun prezidenti idi. Və prezidentlik zirvəsinə yüksələn İlham Əliyev də vətəndaşının gözləntilərini bilir və bunları yerinə yetirməyə hazır idi. Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının prezidentiyəm və mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa doğru, yaxşılığa doğru irəliləşi görsün və onu hiss etsin. Mən məsuliyyətə də hazıram, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşımda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəm və demişəm ki, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, Azərbaycan xalqı üçün yaxşı prezident olacağam. İlham Əliyev üçün bunlar yalnız söz deyildi. Hər bir Azərbaycan vətəndaşının, dünyada yaşayan hər bir Azərbaycanlının bunu hiss etməsi, bunu görməsi və yaşaması üçün hər günü, hər addımı əziyyətlərlə dolu illərdən keçməli idi İlham Əliyev. 2020-ci il 8 noyabr. Prezident İlham Əliyev 31 oktyabr 2003-cü ildə and içməsindən düz 17 il, bir həftə, bir gündən sonra Azərbaycan xalqına 28 il həsrəti ilə yaşadığı Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini verir. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Artıq bu yalnız söz deyil. Bu artıq reallıqdır və bu reallığın müəllifi İlham Əliyevdir. Qarabağ Azərbaycandır sadəcə sözlər deyil. Bu 200 ildən çox müddətdə ədalətsizliklərə, məhrumiyyətlərə, soyqırımlara, deportasiyalara, etnik təmizləmələrə məruz qalan Azərbaycan xalqının tarixin qisasını almağa, tarixi ədaləti bərpa etmək üçün çıxdığı bir yoldur və bu yolda İlham Əliyev Azərbaycan xalqına müzəffərlik titulu qazandırdı. Azərbaycan ordusunu Şuşa zirvəsinə ucaltdı. Zəfər paradında Azərbaycan əskərinin mətin, rəşadətli, qəhrəman addımlarını bütün dünya eşitdi. Bəşəriyyət, vətən eşqi ilə döyünən qəlblərin həddi hüdudu olmayan sevincini gördü. Aləm ona şahidlik etdi ki, Azərbaycan xalqının dəyərləri işğalçılıq, vandallıq, qatillik, faşizm kimi ideologiyalara qalib gəldi. Bu müqəddəs, hər zaman qorunan və əbədi yaşayan dəyərlərin sırasında qardaşlıq kimi dəyərimiz var. Türkiyə və Azərbaycan bütün cahana əsl qardaşlığın nələrə qadir olduğunu nümayiş etdirdi.
iki qardaşın qüdrəti meydanda və masada bir tək düşmən ordusunu yox, eləcə də onun arxasında dayanan bəd niyyətli havadarlarını məğlub etdi. Bu qardaşlıq hər kəsə göstərdi ki, əsas məqsədi və hədəfi tarixi ədaləti bərpa etməklə bərabər xoşbəxt gələcəyi qurmaqdır. Bütün bunlar İlham Əliyevin müzəffərlik siyasi fəlsəfəsinin gerçək həyatda təcəssümüdür. Müzəffərlik həm yoldur, həm də vəsiyyətdir. Və yalnız bu vəsiyyətə əməl etməklə Prezident İlham Əliyev Azərbaycan xalqını zəfərə doğru apara bilərdi. Bu vəsiyyət bir atanın vətənə olan məhəbbətinin nəinki bir insan ömrünə, ümumiyyətlə zamana sığmadığını göstərir. Və bu vəsiyyəti nöqtəsi və vergülünə qədər yerinə yetirməklə Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazmaqla İlham Əliyev bir daha bəyan etdi. Ulu öndər Heydər Əliyev öndərlərin ən ulusudur. Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik. İnanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşaya bilmərik, təsəvvür edə bilmərik. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Bu böyük qələbədir. Və şəhərlərimizin, ulu öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycanları. İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yolunda milli birlik əsərini yazdı. Zərrə-zərrə, yorulmadan, usanmadan. Hər insan prezident ola bilər, amma hər insan bu əsəri yaza bilməz. Milli birlik əsərini yazmaq üçün milli mənəvi dəyərlərə, min illərin sərkərdəlik ənənələrinə, liderlik bacarığı və biliklərinə, rəhbərlik təcrübəsinə mükəmməl şəkildə yiyələnmək şərtdir. Və 44 günlük vətən müharibəsi zamanı böyük zəfərin əsasında dayanan milli birlik əsəri öz mükəmməlliyi ilə insan övladını heyran etdi. Həmin günlərdə hər bir Azərbaycan vətəndaşı öz vicdanı, öz namusu, öz mənəvi dünyası qarşısında sınağa çəkilirdi. 30 ilə yaxın işğal altında olan torpağın hər qarışı azad edildikcə savaş meydanında düşməni rəzil edən igidlərimiz də, arxa cəbhədən yorulmadan dəstək göstərən oğul və qızlarımız da, informasiya müharibəsində dünyanın yağların başına dar edən mətbuatımız da, bir sözlə hər birimiz bu sınaqdan ləyaqətlə, sevinclə, qələbə ilə çıxırdıq. Azərbaycan xalqı bir yumruq kimi səfərbər oldu. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, bir də burada Gidir düzündə demək istəyirəm ki, bu həm gücdür, həm birlikdir. Müharibə olduqca ağır sınaq, imtahandır. Bu imtahanı verərkən şəhidlərimiz və qazilərimiz də oldu. Ali Başkomandan İlham Əliyev döyüş meydanında yaralanan əskərlərini, şəhid olan igidlərimizin ailələrini tək buraxmadı. Onlara dəstəyini əsirgəmədi. Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq keçirilən yürüşdə Ali Başkomandanın əskərlərlə bərabər addımlaması və ümumiyyətlə bu yürüşün miqyası İlham Əliyevin bütün dünyaya mesajı idi. Vətən qarşısında hamımız şəhidlik zirvəsinə yüksəlməyə hazır olan əskərik və hər birimiz bu vətənin daşıyıq. İlham Əliyev şəxsiyyətinin, onun düşüncəsi və dünya görüşünün miqyası o qədər böyükdür ki,
Azərbaycanın hətta ən qatı düşmənləri belə 44 günlük vətən müharibəsi dövründə bu faktı etiraf etməli, onun qarşısında baş əyməli və geriyə addım atmaq məcburiyyətində qalmışdılar. İlham Əliyev siyasətinin bütün vektorlarında ölkənin milli maraqları prioritet təşkil edir. Çünki Azərbaycan vətəndaşının difahı milli maraqların tam təmin olunmasıyla düz mütənasibdir. İlham Əliyevin iqtisadi siyasəti ona gətirib çıxardı ki, Azərbaycan artıq heç kimdən yardım istəmədən özü öz problemlərini həll edir. Bakı-Tiflis-Ceyhan, Cənub qaz dəhlizi, Bakı-Tiflis-Qars, Şimal-Cənub neft, qaz, dəmir yolu və onlarla digər layihələr İlham Əliyevin müzəffərlik fəlsəfəsinin real həyata transformasiyasının nəticələridir. Qlobal və regional layihələr Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirir. Bütün dünya ölkəmizi artıq etibarlı tərəfdaş kimi qəbul edir. Azərbaycan bu layihələri həyata keçirməklə uzun illər mühasirəyə alındığı siyasi və informasiya blokadasını yarmış oldu. İlham Əliyevin müzəffərlik fəlsəfəsi Azərbaycanı qlobal iqtisadi siyasi proseslərin iştirakçısına çevirdi. Azərbaycan keyfiyyət baxımından yeni səviyyəyə yüksəldi və bunun qarşısında heç bir blokada tab gətirə bilməzdi. Bəşəriyyət Azərbaycan həqiqətlərini gördü. Gördü ki, Şərq və müsəlman aləmində ilk demokratiya olan Azərbaycan multikulturalizm və tolerantlıq konsepsiyaları əsasında inkişaf edir. Burada müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yaşaya bilir və bu yaşam tərzi bir mənəvi dəyər olaraq qorunub saxlanılır və inkişaf etdirilir. Dünyanın bir çox yerlərində radikal siyasi meyillər, dini və milli fobiyalar baş qaldırdığı zaman Azərbaycanda multikulturalizm və tolerantlıq milli və dini həmrəyliyin, nəticədə isə ölkədə ictimai-siyasi sabitliyin əsasını təşkil etdi. Bu səbəbdən inkişafın və sabitliyin Azərbaycan modeli nümunəyə çevrilməyə başladı. İlham Əliyevin müzəffərlik fəlsəfəsi Azərbaycanın xarici siyasətinin təşkilində özünü açıq-aydın göstərdi. Onun Azərbaycan Respublikasının prezidenti vəzifəsində ölkənin diplomatlarına verdiyi ilk tapşırıqlardan biri hücum diplomatiyasına keçidlə bağlı oldu. Ən yaxşı müdafiə hücumdur prinsipinin tətbiqi BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi, NATO, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqlarını tam əks etdirən sənədlərin qəbulu ilə nəticələndi. Hücum diplomatiyası eyni zamanda Azərbaycan tərəfindən qardaş ölkələrin bütün məsələlərdə mövqelərinin müdafiəsi deməkdir. Azərbaycan prezidenti İlham Əliyevin 2014-cü ildə Praqada Avropa İttifaqının şərq tərəfdaşlığı proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabı da bunun göstəricisidir. O vaxt prezident İlham Əliyev demişdi: "Bugün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm." Həmin Serj Sarkisyanın Fransanın Rambuye qəsrində Azərbaycan prezidenti İlham Əliyev ilə danışıqlardan biabırçı şəkildə qaçması da, illər sonra Sarkisyan rejimini devirib Ermənistanda hakimiyyəti ələ keçirən Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidentinin irəli sürdüyü tarixi faktların və argumentlərin qarşısında gülünc və aciz vəziyyətdə qalması da hücum diplomatiyasının tətbiqinin nəticəsidir. Caucasian Bureau decided to Karabakh to be a part of Azerbaijan.
Bu eyni zamanda onu göstərir ki, hücum diplomatiyası Azərbaycanın xarici siyasətinin fragmentar yox, davamlı və əsas komponentidir. İlham Əliyevin siyasi fəlsəfəsi dünyada barışıq və əməkdaşlıq mühitinin bərqərar olması və strateji xarakter almasını nəzərdə tutur. Azərbaycan müxtəlif sivilizasiyaların, dinlərin və mədəniyyətlərin arasında körpüyə çevrilməklə bərabər NATO və Rusiya kimi fövqəl qüvvələrin dialoq məkanı oldu. İlham Əliyev Türkiyə və Rusiya kimi böyük dövlətlər arasında sülh missiyasını uğurla həyata keçirdi. Regiona və dünyaya sülh, sabitlik və inkişaf gətirən formatların müəllifi oldu. Və bütün bunların mümkün olmasının səbəbi odur ki, Azərbaycanın rəhbəri qlobal düşünməyi və qlobal proseslər kontekstində Azərbaycanın milli maraqlarını təmin etməyi bacaran insandır. Güclü və dinamik iqtisadiyyat, möhkəm ictimai-siyasi sabitlik, müxtəlif vektorlu xarici siyasət bütövlükdə Azərbaycanın müstəqilliyini təmin edir və bu müstəqilliyi qorumaq, onu əbədi etmək, ölkənin müdafiə qabiliyyətini artırmaq üçün güclü və peşəkar ordu olmalıdır. Bütün bu proseslər bir-birinə paralel şəkildə inkişaf etdirilirdi. Azərbaycanda ordu quruculuğu hər zaman İlham Əliyevin diqqət mərkəzində olub. Dünən də belə idi, bugün də belədir, sabah da belə olacaq. Azərbaycan prezidentinin müzəffərlik fəlsəfəsi yalnız və yalnız qələbəyə köklənib. İlham Əliyev prezident vəzifəsinə yüksəldiyi ilk dəqiqələrdə artıq hər birimizə mesaj vermişdi ki, müzəffər olmağı borcludur. Çünki onun müzəffər olması Azərbaycanın müzəffər olması deməkdir. Azərbaycan hərbiçilərinin müxtəlif təlimlərdə bilik və bacarıqlarının artırılması, zabit və əskərlərimizin beynəlxalq koalisiyaların tərkibində sülh məramlı missiyalarda iştirak etməsi, silahlı qüvvələrimizin maddi-texniki təchizatının müasir dövrün tələblərinə uyğun yenilənməsi Azərbaycan ordusunu dünyanın 50, Cənubi Qafqazın isə ən güclü orduları sırasına çıxardı. Bu, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi, vətənpərvərliyi, qəhrəmanlığı, şücaəti, peşəkarlığı ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müzəffər Azərbaycan ordusudur. Həmişəqəti Azərbaycanın düşmənləri ilə kəskin və güzəşsiz işğal nəticəsində yurdunu, yuvasını itirmiş insanlarla qayğıkeş, böyüklə böyük, kiçiklə kiçik, Prezident İlham Əliyev hər zaman öz münasibətini göstərib, qarşısındakının kim olmasından asılı olmayaraq. Карабах – это Азербайджан и восклицательный знак. Amma Prezident İlham Əliyev heç vaxt keçirdiyi hissləri büruzə verməyib. Bu hisslər nə qədər ağrılı, acılı olsa belə. Onları Ali Baş Komandan heç kimə göstərmirdi. 1 milyondan çox insanın faciəsini, Xocalı çöllərində vəhşicəsinə güllələnən ana və bacıların fəryadını ürəyində gizlədib qisas alacağı günü hər sözü, hər addımı, hər əməli ilə yaxınlaşdırırdı. Və yalnız Vətən müharibəsi bitəndən sonra İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti, həyat yoldaşı, ata, oğul, qardaş, nəhayət sadə bir insan illərlə ürəyində saxladığı dərdi və kədəri üzə çıxardır. Çünki müzəffər qəlb bu niskili artıq keçmişdə qoydu. İlk növbədə mənim gözümün önündə o bölgələrdə yaşamış insanlar gəlirdi. Mən ilk növbədə onlar üçün bunu deyirdim. Çünki onlar həsrət içindəydilər. 30 il həsrət içindəydilər. Və mən gəlmişəm ora, mən bu evi görürəm, bu binanı görürəm, o görmür. O, bizim gözlərimiz də onu görməlidir. Hər zaman mənim gözümün önündə onlar idi. Nə qədər əzab çəkdilər.
nə qədər əziyyət çəkdilər, amma sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı. Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarımızdan rədd edilən dağıdıcılıq təfəkkürünü quruculuq düşüncəsi əvəzlədi. Prezident İlham Əliyev bütün dünyaya kimin kim olduğunu göstərdi. Bəşəriyyət 30 il ərzində erməni vandallarının daşı daş üstündə qoymamasının da Azərbaycan xalqının ən qısa müddətdə azad edilən torpaqlarda beynəlxalq hava limanını ucaltmasının da şahid oldu. Amma bu başlanğıcdır. Müzəffər Azərbaycan xalqı ucu bucağı görünməyən bir zəfər yolundadır. Və bu yol bizi mütləq yeni zəfərlərə aparacaq. Çünki rəhbərimiz Prezident İlham Əliyevdir. Müzəffər komandan.